Qardaşlarım, bacılarım, dəstəmaz başlayır normal insanın tükü bitən yerdən. Birinin tükü yoxdur, buradan yox. Normal insanın tükü bitən yerdən. Əlləri yumaq dəstəmaza aid deyil. Əllərimi yuyuram, əlimdə ola bilər toz torpaq olsun. Yudum, nə qədər yuyursan özün bilərsən, sabununa, şamponuna, bu dəstəmaza aid deyil. Birinci, sifətimə bəs eləyən qədər su atıram. Məsələn, mənim adətimdir, 3 ovuc krantdan suyu aldım, 3 ovuc su attım buradan. Bura vurma, bura vurub yuxarı aparma. Buradan suyu 3 ovuc attım, sənə 1 ovuc bəs eləyə bilər, 5 ovuc bəs eləyə bilər, özün bilərsən. 3 ovuc attım buradan, atandan sonra bu orta barmaqla baş barmağın arası qədər vacibdir ki, gərək dəstəmazın suyu ilə islana. Bunlar müstəhəbdir. Həmin 3 ovucu başlayıram yuxarıdan aşağı, bu qayda ilə yumağa. Baxın, qoymuram heç yer qalsın. Hər yerə arxayın oluram birinci dəfənin suyunda üzüm islandı. Dəstəmazda bir dəfə yumaq vacib, ikinci dəfə yumaq müstəhəb, üçüncü dəfə yumaq artıq haramdır. Üçüncü dəfə yumaq olmaz. 3 dəfə su atmaq yoxa yumaq. Bu oldu 1. İkinci dəfə də müstəhəbbatı yerinə yetirirəm. 3 ovuc su attım və yenə o qayda ilə yudum. Arxayın oldum ki, birincidə arxayın oldum ki, üzüm kamil yudum. Da üçüncü dəfə yumaq olmaz. İkinci gəlir, sağ əlin dirsəyindən barmaqların başına qədər yumaq. Dirsək quru qalmasın. Dirsək quru qalmamaq üçün bir 4 barmaqda yuxarıdan. Əvvəlcə xüsusən qardaşlara aiddir. Bu qola bir əli çək, bu tüklər yatsın ki, su yaxşı işləsin. Krantın altına ver, ya aftafa ilə, ya qabla su tökdün, üstdən aşağı, barmaqların başına qədər, üstdən aşağı bu qaydada dəstəmazı alırsan, üzüyü varsa tərpədirsən, quru yer qalmasın. Arxayın oldun ki, dirsəkdə quru qalmadı, sağ əl qurtardı. Keçirsən sol əli də o qayda ilə suyu tökdün, barmaqların başına qədər yudun. Arxayın oldun ki, qurtardı əl, sağ əl gedir başa, baş tərpənmədən. Baş tərpənmədən, baş sabit, sağ əl başın ön hissəsinə, tük bitən yerə qədər çəkirsən başın ön hissəsinə. Sonra sağ əllə sağ ayağın üstünə çəkirsən, üzr istəyirəm, sağ topuğa qədər, topuq bu ayağın qatlanacağına qədər çəkirsən. Sol əlinlə də sol ayaq, ayaqlar da yenə tərpənmədən o cür çəkirsən və dəstəmaz kamil olur.